Adolf Hitler. Bu adı eşidəndə ağlımıza nə gəlir? Yəqin ki, toplama düşərgələri, xarabalığa çevrilmiş şəhərlər və bəşər tarixinin gördüyü ən qanlı müharibə. Amma bilirsiniz, bütün bu dəhşətin arxasında çox az adamın bildiyi başqa bir hekayə var. Rəssam olmaq istəyən gənc bir oğlanın hekayəsi. Baxın, bu Adolf Hitlerin həyatındakı o böyük, o inanılmaz ziddiyyətdir. Bir tərəfdə sənət aləmində özünə yer axtaran bir gənc, digər tərəfdə isə bütün bir qitəni məhv edən, xarabalıqların memarı. Bəs necə olur ki, bir insan bu iki ifrat nöqtəsi arasında bu qədər dəhşətli bir yol qət edir? İncəsənət xəyallarından soyqırım reallığına uzanan o yol necə çəkirdi? Bax, bugün biz məhz bu sualın cavabını axtaracaq. Bu inanılmaz çevrilmənin arxasında dayanan səbəblər nə idi? Gəlin, bu qaranlıq hekayənin dərinliklərinə inək. Hər şey onun gəncliyində başlayır.